gün münasibətilə səni təbrik edirəm Altan. Dedim 12.700, 12.500 maksimum ən ucuz satıcıydım. Ki, nə sürüşmür, nə qışda yolda qoymur da onları. Ucu bildim, benzin. Benzin de Allah belədir. Bir amına bax. Anlasın. Qoh, qərə. Qərə başqa şey. Hələ neçə gündür ya. Neçə gündür qalıb. Onu da belə şeydir də. Bir gündür bu gün nə varmış? Alın şüşəsi alıb verməliyəm. Suallar 100% bilirəm ki olacaq. 3 ay, 4 ay, 2 ay, 1 ay maşınsız ki qalasan, nə edəsən? Qardaşım, necəsən? Nə var? Bir Orxan giydi ora. Hadi də ola bilmir. İnjektorun işığı da Allah ustaların canını sağ eləsin. Bütün maşınların belə deyim, testinə hazıram. Hətta elektromobilin belə. Qardaşım, necəsən? Nə var? Bir Orxan giydi ora. Hadi də ola bilmir. Bu həkimdir, bu nədir? Bu yol hərəkət qaydalarını stabildir belə. Stabil hərəkət edir. Ala məsələ inşallah. Mən də gəlirəm sizə video çəkməyə ki ala. Bunlar normal söhbət eləyəcəklər. Yaxşı. Yox, nə istəyirsən? Diktirdik əliyə, salam. Hər vaxtınız xeyir olsun. Necəsiz mənim qardaşlarım? Sizi təbrik edirəm. Sizi təbrik edirəm. Sizi təbrik edirəm. Az gün münasibətilə səni təbrik edirəm Altan. Sənə uzun ömür can sağ ol. Trend eləyəcəm mən bunu. Bu hələ bilir mən zarafat edirəm. Sənin videomu görməyib. Deməli, maşını satmışam. Maşını satdığım insan hələ gözəl insandır. Təbrik edirəm qardaşım. Qardaşıma satmışam maşını. Ona görə də sual verdiniz ki, neçəyə maşın satmışam. Başqa adama satsaydım 12.700, 12.500 maksimum ən ucuz satıcıydım. Amma bu hal-hazırda bu maşını mən satdım 12.000 manata. Hal-hazırda düzdür, hələ ki tam təhvil verməmişəm. İnşallah sağlıq olsun, təhvil verəcəm. Gözəllik sana. Xeyirli olsun atam. Sağ ol, minnətdarım. Allah mübarək eləsin. Allah xeyir versin. Sağ ol. Allah can sağlığı versin. İki qardaşdan, ikisi də ağıllı qardaşlardır. Mən başımdan atıb çatam. Sağ ol. Birinci növbədə Allah sizə təkərləri vurmaqda məqsəd odur ki, nə sürüşmür, nə qışda yolda qoymur da onları. Allah sənə belə reklam eləyən olmamışdı. Sən pul vermədilər. Qardaşım, ver də, ver. Ver səni. Allahsa. Mənə bax, özü fikir verin. Hansı paraşokla, hansı şeylə qaraldıcı ilə qaraldıq bunu? Deyinə, nə adını deyinə, nə qardaşım? Bu qaraldır axı, mən bilmirəm. Hansı ilə əlimsala? Glisilin hansıdır? Adı nədir? Qırmızıdır, Qırmızı. Aysa, gedin ondan al qardaşım. Allah belədir. Bir amına bax, qardaşım. Qoh, qərə. Qərə başqa şey. Hələ neçə gündür ya. Neçə gündür qalıb. Onu da belə şeydir də. Bir gündür bu gün nə varmış? İndi elə deyil, neçə gündür bas keçsə. Sağ həyat qısava geçsin. Şotkaya var ki. Səhər vurmuşam, sürmüşəm tamam. Хорошо. Hoşum ən əsas suallardan biri o idi. O yana, yan bax. Baxım da. Ucu bildim, benzin. Benzin de oldu. Ulan necə qoydun? Öz işini Sabah qoydum. Orxandan sonra mən nə bilim. Təzə vurub hələ ki təzə vurub. Ona görə sual verirsiniz, vaxt yoxdur. İnşallah videonu çəkəcəyik, Allah qoysa. Tam ətraflı şəkildə. Maşın hələ də suallar gəlir. O dəhşətli dərəcədə suallar gəlir. Neçəyə satdın? Kimə satdın? Niyə satdın? Maşını satmaqda məqsədim inşallah ki, yeni maşın almağımdır. Maşını da bir yerdə alacağıq. Allah qoysa. Yəni, zakaz eləməmişəm. Zakaz eləyən kimi ilk məlumat verəcəm sizə. Ki, siz də biləsiniz ki, mən hansı maşını seçmişəm. Hansı maşını inşallah ki, gözləyəcək bir yerdə. Bu maşınla bu qədər. Allah xeyrin versin. Düzdür, hələ də maşını tam verməmişəm ona, nə mənada. Bir neçə dənə işlər var. Fiolet alın şüşəsi alıb verməliyəm qardaşıma. Bir də karteri təmizləndirməliyəm. Sonra arxada nömrədə deməli
işıq lampoçka yanmır, onu dəyişməliyəm. Bir də bu dvorniklar deyirlər, şotkaları dəyişməliyəm. Şotkaları da inşallah dəyişəndən sonra tam təhvil verəcəm. Birazdan videomuz davam edəcək. Hə, əzizlərim. Deməli, çox az videolardan olur ki, mən hazırlaşmamış başlayıram, nə bilim, heç bir videodan nədən bəhs olunacaq bilmirəm. Amma sizinlə söhbət eləmək istəyirəm. Deməli, maşını satdım. Ödəyişini tam olaraq almışam. Sadəcə olaraq, belə deyim, qardaşımla danışmışam ki, bir müddət bu maşını hələlik ki sürüm, havalar biraz qızsın, ondan sonra inşallah maşını ona verəcəm, təhvil verəcəm. Dediyim kimi, bir neçə də məlumatları dəyişməliyəm. Yəni, maşında artıq demişəm, şüşədir, şotkalardır, aşağıdır, deməli, işıqdır, arxada nömrədə. Bir də yağın karterini açıb təmizlətdirməliyəm. İnşallah sağlıq olsun. Belə əzizlərim, sonra başlayırıq maşın axtarmağa. Maşınımızı inşallah ki, ümid edirəm ki, bu həftə udacağıq. Ümid edirəm ki, maşını bu həftə udacağıq. Ondan sonra Allah qoysa, istədiyimiz gözləmələrimiz olacaq. Bu arada ən əsas məsələ, qardaşım bu maşınla nə iş görəcək? Şükür Allah, öz işi var. Əlavə olaraq bir neçə də məsələ var ki, bunu demək istəyirəm ki, bunlarla məşğul olacaq. Bu ən çox və ən çox çatdırılma işləridir. Yadınızda da mən sizə deyirdim, bütün istifadə elədiyim məhsulların çatdırılması bu avtomobillə olacaq ilk öncə. İnşallah ki, yəni gələcəkdə ola bilər ki, çatdırmasını eləməsin, başqa maşınlar da qoşulsun. Amma hal-hazırda ilk öncə istifadə elədiyim bütün hər şey, yəni bugünə kimi istifadə elədiyim hər bir şey qardaşım tərəfindən bu maşından satışı olacaq. Yəni çatdırılması daha doğrusu olacaq. Bu, deməli, istifadə elədiyim yağdır, Evrolub yağıdır, istifadə elədiyim antifrizlərdir, əyləc mayələridir. Hətta əyləc bəndlərinin özündə də inşallah ki, gələcəkdə mən onu da çox güman ki, hansı ki, nakladkalardan istifadə eləmişəm. Özünüz də görürsünüz ki, səs eləməyən nakladkalardır. Onlardır, şamlardır, daha sonra qatqılardır, çox vaxtdır. Yəni, ən çox mənə gələn suallardır. Qardaş, qatqını hardan almışsan? Filan yerdə, misal üçün. O prosesləri keçməyəsiniz. Çünki bu maşınla bütün hər yerə çatdırılma olacaq. Hətta Respublikanın lüboy yerinə çatdırılması lazım olsa birbaşa ya poçla və yaxud da ki, avtomobillərlə, hansı ki, misal üçün çoxsu Şamaxınka 20 yanvar tərəfdən çıxır, belə deyim, bölgə avtomobilləri ilə çıxacaq və birbaşa o yolla da bir sözlə çatdırılma bütün regionlar, bütün Respublika üzrə olacaq. Bunu da bildik. Ondan sonra müvəqqəti olaraq özü də başqa çatdırılmalarla da məşğul olacaq inşallah. Amma o ayrıca bir mövzudur. Mən əsas bu mövzuda nə idi? Qardaşım, niyə satdın maşını? Əsas səbəblərdə neçə satdın? Bu suala cavab verdim. Niyə satdım? Bunu da cavab verdim. İnşallah ki, növbəti maşın bir dənə istəyirəm ki, alım, pulunu, necə deyirlər, bankə ödəyim. Sonra mən sizə deyim ki, qardaşlar, maşını aldım, oturuq, gözləyirik və inşallah ki, maşın gəlib çatana kimi sağlıq olsun, bir yerdə gözləyəcəyik. Növbəti, belə deyim, vaxtlarımız olunca çəkilişlərimiz də olacaq. Sonra, əzizlərim, suallar 100% bilirəm ki, olacaq ki, bəs yaxşı, 3 ay, 4 ay, 2 ay, 1 ay maşınsız ki, qalasan, neyniyəsən? Allaha şükür, çox sağ olun dostlar. Hətta ona can da belə mənə dostlarımız hamısı təklif ediblər ki, qardaş, məndə maşın var, götürsür. Müvəqqəti olaraq hələlik ki, bu maşından istifadə edirəm. Növbəti mərhələlərdə inşallah ki, maşınlar təklif olunur. Onlardan yararlanacağım. Onu da inşallah. Hətta bu arada
kimsə öz avtomobilinin testini aparılmasını mən tərəfdən istəyirsə, müvəqqəti olaraq 3 günlük, 5 günlük, 1 həftəlik, o da mən tərəfdən mümkündür. Özüm tərəfindən, yəni mən benzin sərfiyyatı, analizini, polunu, maşının yumuşaqlığı yoxlamaq, nə bilim, olur da adam var ki, deyir ki, abi qardaşım, gətirim sənə bir dənə maşınımı sən yoxlayır. Çox adam olub, hədsiz dərəcədə. Bu həmin o fürsətdir. Yəni, hələ ki, mən maşınsızam, polunuz üçün həmin o fürsətdən istifadə edə bilərsiniz. Hələ ki, maşınsız olduğuma görə mən bütün maşınların belə deyim, testinə hazıram. Hətta elektromobilin belə. Çünki o da mənim üçün çox maraqlıdır. Hətta elektromobilin belə, plug-in hibridin belə. Yəni, Lüboysunun, belə deyim, Lüboy tip maşını, marka, model, fərq yoxdur. Mexanika, avtomat, inanın ki, hər birinin videolarını çəkməyə hal-hazırda tam şadam, necə deyərlər, və hazıram. Çünki boş vaxtım var. O da boş vaxtım çox olmayacaq. Ona görə də kim istəsə birbaşa müraciət eləsin. Canla başla inşallah həmin o maşınların videosunu çəkmək olar. Misal üçün, elə qabaqda gedən Elantra hibriddir. Çox istəyərəm o maşının izmalını və yaxud da ki, deməli, testini aparım. Bir neçə günlük ola bilər olsun. Qısa müddətli, uzun müddətli, 1 həftəlik, 3 günlük, 5 günlük bu maşınları mənə həvalə edib. Mənim özümə məxsus testlərim vardı, özünüz bilirsiniz. Bu testləri Azərbaycanda məndən başqa eləyən yox idi. Mən həmişə hibrid avtomobilini alanda polnu zaryatkı eləyirdim, gətirirdim, çatdırırdım bunları full şarja. Ondan sonra deyirdim ki, gəlin baxaq görək bunlar neçə kilometr gedə bilir. O testləri məndən sonra mən heç kəsə görməmişəm sözü. Heç xaricilərdə də görməmişəm. Görək neçə kilometr yol biz qət eləyə biləcəyik şarjın hesabına misal üçün. Və yaxud da ki, neçə kilometr yola qədər biz qalxa biləcəyik. Neçə kilometr, daha doğrusu saatda biz bu, misal üçün, bu ilə səhv eləmirəmsə 60 kilometr saatda biz qalxa bilirdik. O sürətə çatdıra bilirdik özümüzü. Belə, əzizlərim, ürəyim çox doludur, valla. Uzun video çəkməyimi istəyənlər də var, qısa video çəkməyimi istəyənlər də var, konkret nədənsə, amma məni yaxından izləyən izləyicilərim daima istəyirlər ki, mən video çəkim. Hər nədən gəldi, xoşlamıram açığı belə videolar, yəni hazırlaşmamış, düşünülməmiş videolar. Amma mənim daimi izləyicilərim var ki, deyirlər ki, çək, paylaş, baxaq, görək, nədir. Nəsə maraqlı bir şey götürürlər, kimsə nəsə öyrənir falan belə şeylər. Ona görə mənə elə gəlir ki, burada videonu saxlayaq. Burada əsas suallara cavab verdim. İnşallah ki, yəni, bunun Allah qoysa bir kiməsə maraqlı olsa, yenə də hələ də mənim köhnə videolarıma baxmayıbsa, mən maşın alandan ta düz satana kimi mən bu qeydlərimi aparırdım. 23 noyabr 2020-ci il maşını aldım və Bismillahirrahmanirrahim. Bu sözlər nəzərdə tutulub burada bunu yazanda. Yəni biri Bismillahdır, biri də Əlhəmdülillahdır. Onu demək istəyirəm. Buradan sonra artıq başladı mənim bütün qeydlərim, hansı ildə nə aparmışam, nə eləmişəm, nə işlər görmüşəm, hansı kilometrajda, hansı yağlardan istifadə eləmişəm falan, hamısı bitdə yazılıb. Baxın. Ona görə. Yəni bilirəm ki, maraqlı olan insanlar da var ki, nə işlər görmüşsən. Düz mən maşına açığı çox baxanam. Özümü tərifləmək kimi çıxmasa, amma hədsiz dərəcədə, yəni mənim maşınımda Allah'a şükür bir çıx səsi ola bilməz. Bu injektorun işığı da Allah ustaların canını sağ eləsin. Nə vaxt gedmişəm, bu 3 qulaq pombanın işığıdır. Deyirəm, gəlin deyişək də, ödəniş də eləyirəm də. Neyin sənə qaqaşa? O da arada bir yanır, arada bir sönür. Arada bir yanır, arada bir sönür. Neyin sənə bu qalıb da azad ora-bura. Bilməm nəyə görə 2-3 dənə fərqli ustalar bu video baxırlarsa, buradan onlara aqromla salam deyirəm. Yəni ki, sizə görə bu injektorun işığı yanır. Neysə. Belə. Ümid edirəm ki, video xoşunuza gəldi. Videonu bəyəndinizsə like etməyi unutmayın. İnşallah növbəti videolarda görüşərik.
Sizinlə mən yenə Orxan idim. Allah hamının arzusunu bol eləsin. İnşallah Allah arzusunda olan avtomobili hər kəsə nəsib eləsin. Sağ olun.